Bəli, özünü Allaha təslim edən və gözəl əməl sahibi olan şəxsin əcri Rəbbinin yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar. İnsan həyatında ən böyük arxayınlıq Allahın yanında yer tapmağıdır. Bu ayə bizə öyrədir ki, kim qəlbini ixlasla Rəbbinə yönəldər, ona təslim olar və yaxşı əməllərlə həyatını bəzəyərsə, həmin insan təkcə bu dünyada deyil, axirətdə də qorxu və kədərdən uzaq olacaq. Allahın vədi qəti və dəyişməzdir. Səmimi iman, düz niyyət və salih əməl bəndənin ən böyük mükafata çatdırır. Burada mükafat yalnız cənnət nemətləri ilə məhdud deyil, həm də qəlbin rahatlığı, vicdanın təmizliyi və ruhu arxayınlıqdır. Bu ayə hər bir möminə ümid qapısı açır və deyir ki, nə qədər çətinliklərlə üzləşsən də, əgər ixlasla Allah yolunda olsan, sənin mükafatın Rəbbinin qatındadır. O səni qorxudan azad edəcək, qəm, qüssənin qəlbindən götürəcək və əbədi xoşbəxtliyi bəxş edəcək. Deməli, mömin üçün ən mühüm yol təslimiyyət və yaxşılıq yoludur.